Stres də bədəni belə məhv edir. Bədən sağlamlıq üçün yox, yaşamaq üçün işləyir. Şişkinlik, qəbizlik, həzm pozğunluğu, bədəndə olan köp hissi daha çox yayğın əlamətlərdəndir. Stres bədəni yavaş-yavaş necə məhv edir? Bugün bu haqda danışmaq istəyirəm. Deyirlər, dama göl olar. Fikir verin, daşın altından şəlalə keçmir, sadəcə damcı. Amma hər gün stres də bədəni belə məhv edir. Bəzən böyük fırtına olmur, sadəcə kiçik dalğalar bədəni içəridən aşındırmağa başlayır. Bir çox insanlar düşünür ki, stres sadəcə əsəbləşməkdir. Əslində isə stres bədənin tam müdafiə rejiminə keçməsidir. Və maraqlısı da budur ki, müdafiə rejimində bədən sağlamlıq üçün yox, yaşamaq üçün işləyir. Kortizol bədənin yanğın söndürən briqadası rolunu oynayır. Stres zamanı ilk aktivləşən hormon kortizoldur. Kortizol bədəni təhlükə var ritminə keçirdir. Bu anda bədən enerji istehsalını, həzmi, reproduksiyanı, yuxunu hamısını ikinci plana keçirdir və sanki deyir ki, indi yaşamalıyam. Qalan hər şey sonra üçün. Bu mesajı orqanizmə ötürür. İkinci əsas faktor immun sistemi niyə susur? Kortizol yüksəldikcə immun sistemi zəifləməyə başlayır və nəticədə tez-tez xəstələnirik, tez-tez infeksiyalar, uzun müddətli sağalma prosesi davam edir. Bədən diqqətini infeksiyaya yox, təhlükəyə doğru yönləndirir. Üçüncü baş verən hadisə tiroid. Tiroid vəzdə susur. Çünki tiroid bədənin prosessorudur və stres zamanı tiroidin funksiyası da zəifləməyə başlayır. Çünki kortizol sistemə və bütün orqanizmə belə bir siqnal verir. Enerjini saxla, xərcləmə. Nəticədə yorğunluq, metabolizm sürətimiz yavaşayır, üşütmələr, motivasiya enişi müşahidə olunur. Tiroid sadəcə orqanizmi qorumağa çalışır. Həzm zəifləməyə başlayır. Əsas təhlükə rejimində bədən enerjini mədəyə yox, əzələlərə yönləndirir. Ona görə də stres zamanı şişkinlik, qəbizlik, həzm pozğunluğu, bədəndə olan köp hissi daha çox yayğın əlamətlərdəndir. Və bədən deyir ki, indi mən bu prosesdən qaçmalıyam. Yemək sonra. Beşinci baş verən hadisə yuxu pozulur. Yuxu pozulmasının əsas səbəblərindən biri də kortizol uzun müddət yüksək qalırsa, melatonin də gec yüksəlir və melatoninin də gec yüksəlməsi yuxu ritminin pozulmasına gətirir. Sən yata bilmirsən, amma beyin yatmaq istəmir. Və altıncısı, stres ən çox haranı zədələyir? İnsulin, tiroid, immun sistemi, reproduktiv sistem, serotonin, yəni yatmaq, yemək, yaratmaq funksiyası hamısı zərbə almış olur. Və sonda təsəvvür edin ki, bir evin hər gün kiçik bir kərpici götürülür. Evin çökməsi üçün zəlzələ lazım deyil. Hər gün bir kərpic yetər və stres zəlzələ deyil. Stres hər gün gedən bir kərpicdir. Ona görə də özünüzdən müğayət olun və çalışın stresdən bacardığınız qədər uzaq durun və stresin idarə olunması metodlarını öyrənərək özünüzə hər zaman yardımcı olun. Sonda bu videonun daha çox insana yararlı olması üçün bəyənin, paylaşın və şərhlər bölümündə suallarınızı verməyi unutmayın. Sağ olun.